Balakən rayonunda 13.500 hektar meyvə bağı var ki, bunun da 310 hektarını intensiv bağlar təşkil edir. Ötən il rayonda 40.000 ton meyvə istehsal olunub. Bu ilki hədəfi isə 50.000 tondur. Balakən meyvələrinə xarici bazarlarda tələbat böyük olduğundan sahələrdən yığılan məhsulun müəyyən hissəsi ixraca yönləndirilir. Hazırda rayonun intensiv bağlarında meyvə yığımı prosesi həyata keçirilir. Fermerlər deyir ki, son 5 ildə ilk dəfədir ki, bu qədər meyvə etkisi ilə qarşılaşırlar. Elə bu səbəbdən növbəti il dolu və güclü leysanların qarşısını almaq məqsədi ilə təsərrüfatda dolu dağdan qurğu yerləşdirmək haqqında düşünürlər. Növlər çoxdur. 7 növ var. Gilas var, gavalı var, ərik var, 7 növ şaftalı var. Günə də 10 ton, 15 ton meyvə yığırıq. İnşallah gələcək üçün 15 hektar bağı böyütmək fikrimiz var, inşallah. Bəli, orada da müxtəlif meyvələr, təzə sortlar olmalıdır, yeni çeşidlər olmalıdır. Meyvə bağlarından ayrılıb məhsulun çeşidləndiyi əraziyə gələndə görürük ki, burada da qızğın iş gedir. Doludan zərər görməyən meyvələr diqqətlə yoxlanıldıqdan sonra xüsusi olaraq qablaşdırılır. Bildiyimiz kimi 2026-2030-cu ildə dövlət proqramı nəzərdə tutulmuşdur. Dövlət proqramına əsasən fermerlərlə görüşlər keçirilir və dövlət tərəfindən təsdiq olunmuş güzəştlər fermerlərə izah olunur. Bu ildə fermerlər tərəfindən 30 hektar sahədə intensiv meyvə bağı salması nəzərdə tutulmuşdur. Meyvə istehsalı 45-50 min ton nəzərdə tutulur. Hal-hazırda olduğumuz təsərrüfatda da gələn il üçün 5 hektar meyvə bağı salması nəzərdə tutulmuşdur. İntensiv meyvə bağlarında 300-350 nəfər daimi, mövsüm dövründə isə 1000 nəfərdən çox insan işə cəlb olunur. Diqqəti cəlb edən məqam budur ki, son vaxtlar sakinlərin yeni intensiv bağların salınmasına marağı ildən ilə artır. Bu səbəbdən onlar maarifləndirici tədbirlərə cəlb olunur. Eyni zamanda təcrübə mübadiləsi proqramlarına dəvət edilərək bu sahədə bilik və bacarıqları artırılır.